Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir kişi qiyamət günü gətiriləcək və onun günah kitabları gözünün göründüyü son nöqtəyə qədər, gözünün insanın gördüyü son nöqtə nə qədərdir? Dünyada 5 kilometrdir deyirlər. Amma qiyamət günü Allah bilir, Allah gözümüzə necə qüvvət verəcək, Allah bilir. Bu dünya ilə axirət eyni deyil. Lakin dünyadakən insan boşluq olsa 5 kilometr görür. Allahu aləm. Ya burada məsələ normal gözdən gedir, zəif gözdən. Yəni insanın normal gözü 5 kilometr görür. Kitab, həyat kitabı olacaq. Allah Teala buyuracaq ki, sənə kitabəni yazanlar, bu kitabları yazan mələklərim sənə qarşı zülm eləyiblərmi? Burada böhtan yazıblarmı sənə? Burada nəsə eləməmisən, sənin üstündə şər atırıq. Deyir, xeyr ey Rəbbim. Nədir? Odur. Deyəcək ki, o zaman ey qulum, sənin bunların qarşısına qoyacağın bir sözün, bir əməlin varmı ki, çıxardasan mənə qabağıma, mən də onunla səni bağışlayayım. Bu göstərir ki, Allah Teala qullarını bağışlamaq istəyir. Hətta günahkar olsalar da belə. Kişi bilir, la ilahe illallah deyib dünyada. O zaman kişi fikirləşmir ki, la ilahe illallah bu məsələləri həll edə bilər. Deyir, yox ey Rəbbim, yoxdur. Allah deyir ki, amma bizim qatımızda var. Və göydən bir də kağız düşür. Üzərinə yazıb la ilahe illallah. Bu hədisin adı, qardaşlar, elm əhli, bu hədisə bitaqa hədisidir, yəni kağız hədisi. Bu hədisin adı məşhurdur belə, kağız hədisi. Çünki orada kağız gələcək. Və o kişinin günahları olan kitablar tərəzinin bir gözünə, bu kağız da bir gözünün, tərəzinin bir gözünə qoyulacaq. Hədisdə gəlir ki, tərəzinin kitab olan tərəfləri uçacaq. Yəni ağırlıqlı da möhkəm olacaq ki, ora demir, ağır gələcək. Uçacaq gəlib hədisdə. Yəni ki, o bir şey dəyəndə o birisi uçur, o cür kəlməyə ağırlığına. Biz o kəlməyə fikir verməyiz çox vaxt. Aydındır. Birimizə bir söz deyəndə xətrimizə dəyər, amma la ilahe illallah pozanda heç nə titrəmir qəlbimiz. O kəlmə Allahın təkliyidir. O kəlmə Allah Teala'nın yer üzərində ibadətə layiq olmasının nişanəsidir yeganə. La ilahe illallah.